Salam hər kəsə. Bugün şirin və maraqlı bir mövzudan danışacaq. Ərik yuxuları. Bəli, düz eşitdiniz. Ərik. Bu kiçik meyvələrin yuxularımızda nə qədər sevinc və uğur simvol etdiyinə inanmazsınız. Gəlin başlayaq. İlk öncə yuxuda ərik görmək ümumiyyətlə xoş əhval-ruhiyyə gətirir. Sevinc, xoşbəxtlik, sağlamlıq və müsbət xəbərlərlə bağlıdır. Ərik ağacı görsəniz bərəkətə, bolluğa və uğura hazır olun. Sanki yuxunuz sizə uğurlu işlərin üfüqdə olduğunu deyir. Bəs gözəl sarı əriklər, onlar xüsusidir. Sarı əriklər xoşbəxtliyi, sevincli xəbərləri və ümumi müsbət enerjini simvolizə edir. Yeni və həyəcan verici hadisələr yaşaya və ya münasibətlərinizi yaxşılaşdıra bilərsiniz. Yaxşıdır, elə deyilmi? Ərik mürəbbəsinə keçək. Bəli, hətta yuxuda ərik mürəbbəsi görməyin də bir mənası var. Ailə bağlarını və yaxın dostluqları möhkəmləndirməklə bağlıdır. Sevgi dolu və qayğıkeş bir mühitin simvolu kimi düşünün. Bəzi nostalji anları geri gətirə və münasibətləri dərinləşdirməyə kömək edə bilər. Heç ərik yediyinizi yuxuda görmüsünüz? Bu əladır. Xoşbəxt və sevincli günlərin qarşıda olduğunu bildirir. Müsbət dəyişikliklər, xoş sürprizlər və yeni imkanlar yaşaya bilərsiniz. Həmçinin sağlamlığın yaxşılaşmasına və ailə bağlarının güclənməsinə işarə edir. Əsasən, yuxuda ərik yemək daxili dinclik və məmnunluq deməkdir. Əgər ağacdan ərik dərsəniz, bu zəhmətinizin bəhrəsini görəcəyinizə işarədir. Uzun müddətli layihələrdə uğur, maddi və mənəvi bolluq və mənalı münasibətlər qurmaq deməkdir. Sanki kainat sizə deyir ki, davam edin, əla iş görürsünüz. Hamilə qadınlar üçün yuxuda ərik görmək çox müsbət əlamətdir. Rahat, sağlam və xoşbəxt hamiləlik deməkdir. Həmçinin sağlam körpə və artan ailə sevgisi və yaxınlığına işarə edir. Mübarək bir uşaq yoldadır. Quru ərik görmüsünüz yuxuda? Bu, bolluğun, firavanlığın və maddi uğurun simvoludur. Gözlədiyinizdən də artıq hədəflərə çatmaqda olduğunuzu bildirir. Bərəkətli iş və firavan həyat deməkdir. Yuxuda kiməsə ərik vermək, başqalarına kömək etmək və paylaşmaq istəyini göstərir. Daha yaxın münasibətlər qurmaq və ətrafınızdakılara sevinc və dəstək gətirməklə bağlıdır. Nəhayət, yaşıl ərik yeni başlanğıcları və təzə imkanları simvolizə edir. Potensial böyümənin və qarşıdakı müsbət dəyişikliklərin əlamətidir. Səbir burada açardır, amma mükafatlandırılacaq. Həmçinin sağlamlığınıza və enerjinizə diqqət yetirməyin vacibliyini vurğulayır. Budur. Ərik yuxuları müsbət simvolizmlə doludur. Növbəti dəfə yuxunuzda ərik görsəniz xatırlayın, yaxşı şeylər sizi gözləyir. Müsbət olun, xoşbəxt olun və şirin yuxular. Bugün üçün bu qədər. Daha maraqlı yuxu yozmaları üçün bəyənməyi, paylaşmağı və abunə olmağı unutmayın. Növbəti dəfə görüşənədək.